Cənablar, çıxardığınız tarixi qərarı millətdən bir xəbər çıxarmayın. Açın qapıları. Hər kəs necə bir təhlükəli vəziyyətdə olduğumuzu, nə qərar qəbul eləyəcəyimizi bilsin. Gələcəkdə məsuliyyət parlament üslərinin üzərinə düşəcək. 11-ci Qızıl Ordunun vəzifəsi Azərbaycandan keçib Türkiyəni zalim imperialistlərdən azad eləməkdir. İşğalçı qoşunun təzyiqi ilə vəziyyətə nəzarət eləyə bilmirik. Sərhəddə mütəşəkkil mövqeyə hazır deyilik. Heç kim şəhəri dağıntıya uğratmağa və günahsızların qanını boşuna axıtmağa cürət etməyəcək. Hakimiyyətin dəyişməsi baş verir və Yusif Bəyli, Xoyski və digər yaramazlar, parazitlər hakimiyyətdən gedir. Millətin müqəddəratını bir firqəyə, hətta təzyiq altında belə vermək olmaz. Dünya proletarlarının xilaskarı olan Qırmızı Ordu, İlanın ağına da lənət, qarasına da. mən sənin gözlərini çıxararam. Səni güllə baran eləyərəm. Siz millətin gözünü çıxarmışsınız əleyhinə. Tavarişlər səni güllabaran eləyəndə məni və bugünü yada salarsan.